إن في الجنة نهرا من لبن إن في الجنة نهرا من لبن لعلي وحسين وحسن لعلي وحسين وحسن Hüseyin'e yerler ağlar, göyler ağlar. Hüseyin'e yerler ağlar, göyler ağlar. Betuli Mürteza peygamber ağlar. Betuli Mürteza peygamber ağlar. Hüseyin'e yerler ağlar, göyler ağlar. Hüseyin'e yerler ağlar, göyler ağlar. Betuli Mürteza peygamber ağlar. Betuli Mürteza peygamber. Hüseyin'e yerler ağlar, göyler ağlar. Betuli Mürteza peygamber ağlar. Hüseyin'in nevhəsin dilriş yazanda Müslüman səhlidir ki kafir ağlar. Ustad Muhammed Hüseyin Şəhriyarın gözəl bir şeiri var ki, Hüseynə yerlər ağlar, göylər ağlar. Bətul-i Mürtəza peyğəmbər ağlar. Hüseynin nohəsin diriliş yazanda müsəlman səhlidir ki, kafir ağlar. Kör olmuş gözlərin qan tutdu şimrin ki, görsün öz əlində xəncər ağlar. Hüseynin köynəyi Zəhra əlində çəkər qeyha qiyamət, məhşər dağlar. Atanda hərmələ ox Kərbalada görəydin düşmən ağlar, ləşkər ağlar. Başında kəkülü əkbər havası yel ağlar, sümbül ağlar, əmbər ağlar. Yazanda Ali Taha nohəsi mən qələm gördüm sızıldar, dəftər ağlar. Görün nə qədər şey deyir. Göy ağlayır, yer ağlayır, peyğəmbər ağlayır. Kafir deyir, hətta belə ağlayır, xəncər belə ağlayır, məhşər günü ağlayır, ləşkər ağlayır, düşmən ağlayır. Və buyurur ki, mən deyir, bu şeiri qələmə çəkəndə gördüm ki, o qələmlə ki, şeiri yazırdım, gördüm dəftər sızıldayır, amma qələm isə ağlayır, göz yaşı tökür. Yəni, biz baxanda Peyğəmbər sallallahu aleyhi ve sellem ilk dəfə söhbət edərkən, muizə edərkən cəmaat üçün Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin minbəri yox idi. Bir ağacın kötüyü idi. Həzrət həmən o ağacın kötüyünün üstünə çıxardı, minbər edədi. Sonra insanlar ki, başladı artmağa, Peyğəmbər üçün qərara gəldilər ki, bir 3 pilləli minbər düzəltsinlər. Həzrət o minbərə çıxsın, oradan söhbət eləsin, cəmaatı görməkdən ötürü. O ki, Həzrət üçün o minbəri düzəltdilər, o ağac ki vardı, o kötüyü ki vardı, dedilər, baxdılar, gördülər, o göz yaşı töküb ondan su damcıları tökür, ağlayır. Peyğəmbər möcüzəsidir. Sanki Peyğəmbərlə danışdı, söhbət elədi. Həzrət buyurdu ki, sən heç ağlama, kədərlənmə, qəmlənmə, mən sənə behiş zəmanət verirəm. O minbər ki, Peyğəmbər ayrılığına dözə bilmədi, ağac biz baxırıq da ona bir, cansız bir əşya kimi baxırıq. Amma biz cansız bildiyimizin hamısının içində bir can var, bir ruh var. Buyurur ki, o Peyğəmbərin fərağına dözə bilmədi, ağladı. Həzrət də onu cənnətlə, beyişlə müjdələdi. Tarixdə biz baxırıq ki, İmam Zeynal Abidin Əleyhisselamın bir dəvəsi var idi. Deyirlər, o mini ilə, o dəvə mini ilə səhv eləmirəmsə 25 dəfə gedib həcc ziyarətini etmişdi. Həzrət bir dəfə ona belə qamçı vurmamışdı. Heyvanlarla davranış var, İslam ona o qədər toxunur. Allah nəsib eləsin, bir bəhsimizdə danışarıq. Buyurur ki, İmam Zeynal Abidin Əleyhisselam şəhadətə yetişdikdən sonra o dəvəni nə qədər bağlayırlar evdə, dəvə yüyənini açır, gəlir imamın qəbri üstə. Axırda deyir, elə orada da o dəvə ölür gedir, ağlaya-ağlaya. O dəvəni ağlayan yazıblar. Bir yerdə biz bəzən cavan insanlar dünyasını dəyişir, Allah bütün cavanlarımızın canını salamat eyləsin. Bu döyüş bölgəsində də şəhid olan balalarımız var, Allah o şəhidlərimizə də rəhmət eyləsin inşallah. Bəzən cavanların ölümündə, yəni onların vəfada getməsində danışmaq, söhbət eləmək çətin olur. Alimlər, məsələn, görsədirlər ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin dövründə iki ərəb bir dəvənin onları orması barəsində iddia edir. İkisi də deyir ki, bu dəvə mənimdir.
Gəlirlər Allah Rəsulü sallallahu aleyhi və səlləm yanına. Həzrət buyurur ki, siz nə ilə sübut eləyə bilərsiniz ki, bu dəvə sizindir? Bunun nəmin nişanı hardan bilirsiniz? Dəvənin əsl yiyəsi deyir ki, Allah Rəsulü, bu dəvəni kəs, bunun ürəyində 2 dənə xal var. Əgər olmasa, onun müqabilində pul verəcəm, o dəvənin pulunu verəcəm, o bir şəxs iddia edir. Bəli, qərara gəlirlər, dəvəni kəssinlər, onun ürəyində 2 dənə xal olur. Həzrət soruşur ki, sən hardan bilirdin ki, bunun ürəyində 2 dənə xal var? Deyir, ey Allah Rəsulü, bunun 2 balasını bunun gözün qabağında kəsmişəm, gözündən göz yaşı tökür. Heyvan ağlayır, dərk eləyir, başa düşür. Biz bəzən nə üçün ağlayırıq? Çox vaxt, yəni inanclı insanlar öz ruhlarında olan narahatçılığı, o ruhunun satışmamazlığını əldə eləyəndə rahatlaşır da, o ki onu əldə eləyə bilmir, insan narahat olur. Amma bizim bəzilərimiz nə üçün narahat oluruq, nə üçün ağlayırıq? Görürsən ki, bəzi insanlar maddi şeylər üçün ağlayır. Məsələn, onun maşınımı, evimi, pulumu, qızılımı, paltarımı əlindən çıxanda görəsən, bunu ağlayar, dünya malını ağlayar. Bəzimiz görürsən ki, can salamatçılığımız ki var, sağlamlığımız. Görürsən, bu sağlamlığımız əlimizdən gedəndə, ağrıyanda bədənimizin bir yeri, onun üçün ağlayarıq. Bəzən insan yaxınlarını itirəndə onun üçün ağlayarıq. Bəzi insanlar elədiyi günahları yadına salarlar, tövbə edərlər, ağlayarlar. Yəni ağlamağın dərəcələri var. Görürsən, körpə uşaq, balaca uşaq nə danışa bilir, nə öz fikrini ifadə edə bilir. İndi yaşlı adam xəstə də olsa, birdən fikrini ifadə edəməsə, gözlə, əllə işarə edir ki, məsələn, mən ağlayıram, mənə kömək elə günə. Uşaq, bəzən göz yaşı insanın danışa bilməyəcəyi, deyə bilməyəcəyi, fikrini söyləyə bilməyəcəyi bir sözdür, bir məqamdır, bir kəlamdır. Göz yaşı ilə öz fikrini, ağlamaqla öz fikrini bildirir. Uşaq necə bildirir? O danışa bilməyən uşaq az olması barədə məlumat verir, göz yaşı ilə, ağlamaqla. Elə ki, onu ana yedizdirir, sakitləşir. Elə ki, ona su verir, sakitləşdirir. Elə ki, yatızdırır, da ağlamır. Bəzən görürsən, qulağı ağrıyır, yaxud diş çıxardır uşaq. Hər hansı bir əza üzvüsü ağrıyırsa, ağlamaqla öz fikrini bildirir. Yəni, ağlamağı qəbahət bilmək, bu elmsizlikdir, bu cəhalətdir. Yoxsa ağlamağa cəhalət demək, bu düzgün deyil. Və biz bəzən canımızın ağrısı və s. və ilaxır şeylər üçün ağlayırıq. Baxın, insan nə qədər şeylərə dəyər versə, məsələn, biz maddi nöqteyi nəzərdən fikirləşsək, ev, eşik, paltar, mal, var, dövlət, bunlar nə qədər bizim üçün əziz olsa da, insanın özündən əziz ola bilməz. İnsan heç vaxt razı olmaz bu maddi kimi şeylər onun əlindən çıxsın. Və yaxud da ki, insanın bir əza üzvü kəsilərsə, doğranarsa, insanda ağrı yaralar. O əza üzvlər də insan üçün əzizdir. İnsanın övladı, atası, anası, qardaşı, bunlar da insan üçün əzizdir. Amma bütün bunları insanın əlindən alsan, insan narahat olur. İndi baxın, mən sizə bir söz deyim. Bütün bu maddiyyatla hesabladıqlarımızı hesablayaq. İnsana deyərlər ki, o səninki maşınıvı əlindən alıblar, səninki puluvu əlindən alıblar, evivi əlindən alıblar, qızılıvı, zinət əşyaları və s. və ilaxır. Maddi nöqteyi nəzərdən. Bunların 2 mislini sənə veririk, 10 mislini sənə veririk, nə bilim, neçə mislini sənə veririk, sənin əlivi kəsirik, sənin gözünü çıxardırıq, sənin dilivi kəsirik. İnsan ona razı olarmı? Ağlı sağ. Heç vaxt razı olmaz. Və indi bir baxın, xanım Fatimə Zəhra salamullah əleyhi haqqında Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, Fatimə Zəhra haqqında, Fatimə mənim ürəyimin bir parçasıdır. 2 döş sinə qəfəslərimin arasında olan bir varlıqdır. Həzrət buyurmur əlimdir, buyurmur gözümdür, deyir ürəyim. Ürəksiz insan yaşaya bilərmi? Bəzən insanın bir əlini kəsərsən, o bir əldən yaşayar. Bir ayağı kəsilər, o bir ayaqla hərəkət edər. Yəni belə insanlar var da, 2 əli olmayan da yaşayır, 2 ayaq olmayan da yaşayır. Ürəksiz yaşayan insan görmürsünüz, yox. Həzrət xanım Fatimə Zəhraya qiymət verəndə bu ki, o mənim ürəyimdir. Yəni Fatimənin həyatdan getməsi, əlinin ürəyinin aradan getməsidir. İmam Hüseynin, İmam Həsənin, xanım Zeynəbin. Və odur biz
xanım Fatimə Zəhra salamullahi aleyhə üçün əzadarlıq saxlayırıq, ehsan süfrələri veririk, əza məclisləri saxlayırıq, məddahlar gəlirlər, sinəzənlər olunur. Bunları insan əgər dərk eləməyib, şor-şoranı edərsə, bu ağlamağa bir şey verməzlər. Ağlamaq haqqında hədislər var ki, kifayət qədər. Ağlamaq haqqında Qur'an-ı Kərimdə Məryəm surəsi ayə 58. Rəhman Allahın ayələri onlara oxunan zaman ağlayaraq səcdəyə düşürdülər. İnsanlar Qur'anın ayələrini dərk edirlər, başa düşürlər. Elmi şəkildə Allah Taala burada nə demək istəyir? Və bunu dərk edən insan nə edir? Ağlayır və səcdəyə düşür. Səcdəyə düşür, səcdədə ağlayır. Quran ayəsidir. Və buyurur ki, onlar üzü qoylu düşüb ağlayarlar və itaatkarlıqları artır. Həm üzü qoylu düşüb ağlayır və həm də itaatkarlıqları artır ağlamaqla. Hədislərimizdə vardır ki, Allah Rəsulü buyurur ki, xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri olmayan günahına görə Allah qorxusundan ağlayan halda Allah ona baxır. Bir insan günah edir, heç kəs o günahı bilmir. Özü bilir, Allahı bilir. Amma oturur təklidə, başlayır ağlayır, düşünür ki, mən nə elədim, hansı xətanı elədim, niyə bunu elədim və başlayır ağlamağa. Həzrət buyurur ki, xoş o insanın halına ki, təklikdə oturub ağlayır və o ağlayan vaxtda Allah Taala ona baxır. Vida həccinin xütbəsində Allah Rəsulü buyurmuşdu ki, kimin gözü Allah qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisində Ühüd dağı boyda mükafat qoyarlar. Allah qorxusundan.